Yeni aparılan elmi araşdırma uşaqların gündəlik texnologiya istifadəsinin göz sağlamlığına mənfi təsir edə biləcəyini ortaya qoyub. Araşdırma Scientific Report jurnalında dərc olunub. Saf Hospitalın cərrah-oftalmoloqu Leyda Kazımovaya müraciət etdik. Yerli mütəxəssisin cavabını təqdim edirik. Dərc olunmuş elmi məqalədə siz söylədiyiniz kimi xəridəyə gözün damarlı qatın nazikləşməsi nə ilə müşahidə olunur? Bəli, uzağı pis görən insanlarda miyopiya xəstəliyi ələxüsusda yüksələn, sürətlə inkişaf edən, yüksək dərəcəli miyopiya xəstələrdə gözün damarlı qatı, xəridəyə qatı çox nazik olur. Amma tam əksinə yaxını zəif görən insanlarda, bunlarla hipermetrop deyirlər, onlarda xəridəyə qatı daha qalın olur. Əslində miyopiya bir sıra gözün ön və arxa segmentində patologiya yarada bilər. Quruluq patologiyası, çünki insan diqqətlə bir mərkəzə baxır, müşahidə edir və göz qırpması müşahidə olunmur. Gözün ön qatının damarı olmadıqda göz yalnız yaş təbəqəsinin hesabına qidalanır. Bu da ki, əlbəttə göz qırpılmayanda, doğru bu görmə analizatorundan istifadə etməyəndə bu proses tamamilə pozulur və uşaqda quru göz sindromu da əmələ gəlir. Azərbaycanda endemik olan keratokonus xəstəliyi də əlavə olunur və burada üçüncülü və daha qorxunc miyopiya xəstəliyi varsa, biz gələcəkdə dinamikada müşahidə etməliyik ki, qlaukoma göz təzyiq xəstəliyi də olmasın. Cərrah-oftalmoloq Leyda Kazımova xəstəliyin qarşısını alma üsullarını da açıqlayıb. Miyopiyanın qarşısını necə alaq, necə edək ki, bu xəstəliyə qalib gələ bilək? Əlbəttə ki, doğru olan limitli kompüter istifadəsi, dərs oxumaları, stol üstü oyunlar və əlbəttə ki, təmiz havada idmanla məşğul olan uşaqlarda bu xəstəliyin qarşısını ala bilirik. Medikamentoz müalicə də var. Uşaqlar yatanda 1 ay ərzində, 2 ay ərzində xüsusi bir preparat damlanılır və bununla da gözün əzəlləri üzərində aparılan çalışmalar nəticə etibarilə miyopiyanın qarşısını almaq olur. Və əlbəttə ki, gecə linzalar və gün ərzində taxılan eynəklər. Miyopiyanın qarşısını almaq üçün uşaqlarda texnologiya istifadəsinə nəzarət edilməli, düzgün oxuma məsafəsinə əməl olunmalı və uşaqlar açıq havada daha çox vaxt keçirməlidirlər deyə cərrah fikrini tamamlayıb.